Selamünaleyküm. Hoş gördük. Salam əziz dostlar, xoş gördük. Umarım halınız yaxşıdır. Bu günləri Güney Azərbaycan Milli Fəallar üçün Jurnalism dərslərinin 31-cinə başlayırıq və birinci qismətdə rəhbər yaratmaq bəhsinə başlayıram. Çox əcibdir bu sualı deyək ki, jurnalistlər rəhbər yaradırlar. Çox əcibdir. Biz adət eləməmişik belə görək ki, jurnalistlər çox bir şey yarada bilərlər. Normalda tanıdığımız jurnalistlər heç də yaratmazlar, yaradıcı deyirlər. Onlar məsrəf konəndədirlər. Yəni sadəcə bir əksəriyyəti haşa huzurunuzdan nuşxar elərlər. Yəni bir iddə ayrı adamlar yalandan doğrudan bir daş dığırladarlar bunların qabağına, bunlar o daşını oynarlar. Biz qədim uşaqdıq oynardıq, qərcimə daş oynardıq. Yəni 5 dənə daşı atardıq ora, sübdən axşam o 5 dənə ya 8 dənə daşla oynardıq, başımız qatışardı. Siyasetmədarlar, zirəng adamlar jurnalistlərin qabağına 1-2 dənə daş atarlar. Jurnalistlər onlarla aylar, həftələr məşğul olarlar. Niyə bu daşları atarlar? Buna görə ki, jurnalistin gözü bir bəhsin üstündə təmərküz olsun.
Həvası olmasın ki, siyasetmedar ya o zirənc adam dalda da nə işliyor? Məsələn, bir dana misal bıraq. Dünən İsraqacın görsəz, dolar məclisə də getdi, məclisdə bəhs oldu, ağa bunun qiyməti niyə çıxıb 7.000-ə, 6.000-ə falan. Buna getdi də bizim bəhslər oldu. O Rəisi Bankı Mərkəzi ilə hər kəs idi, gəlmişdi, məclisdə danışırdı. Dedi, doların yerinə biz euro. Bununla bizə müamilə eləyəcəyik. Və bunu rəhbər də qəbul edirdi. Diqqət buyurun, görün nə oldu? İran Məclisinin tarixində birinci dəfə nümayəndələr hücum etdilər, adamı döyməyə hətta başladılar. Birinci dəfə, yəni buradan Urmuc üçün, ana dili üçün, Azərbaycanda iqtisadın dalı qalmaq üçün, Cənubda, Əhvazda, iqlimində suyun olmaması üçün, tufanın olması üçün, ondan sonra millətin xiyabanlarda ölməsi üçün, belə inqilablar şuuru onlar üçün əslən nümayəndələr belə gəlməmişdilər, bir məsul məqamın üstünə tökülələr, ondan dava eləyələr. Niyə siz euronu dolar yerinə gətirirsiniz? Bu nəyi göstərdi bizə? Biz jurnalist olsaq, arxanı oxuyarıq. Jurnalist olmasaq elə bunu oxuyarıq. Hə, baxın, bir dünənlər gəldi, belə dedi, belə oldu. Bu, bunu göstərir ki, məclisdə oturan nümayəndələrin %90-ı heç olmasa da, yap belə desək 0, %90-ı rant nümayəndələridirlər. Yəni, onlar dolar alırlar, satırlar, tacirdirlər. Doların dəyişməsi o qədər onlara ağır zərbə idi ki, hətta o, baxsaydınız, əgər diqqət eləsəydiniz o filmə, mən o filmin əgər imkanı olsa buradan tapsam sizə yaymışdım mən. Bir dəqiqə mən baxım, əgər imkanı olsa onun videosunu sizə qoyun, buradan baxın. Hətta o məclisin heyət rəisəsi ki, 12-13 nəfər adam olacaqlar, münşilər, filanlar, rəis, mavini rəis, əvvəl rəis, doğum, 3-cü rəis. Bunlara əgər diqqət buyursaz, görərsiniz ki, hamısı yığışıblar, orada bir-birləri ilə danışırlar, hətta imkanları olsa rəislik yerindən yenərlər əşaya. Təəssüfənə nədən olur ki, mən bunları telefonda qoyuram, amma burada Facebookda görəmirəm. Yəni, bu bir dərd olubdur. Telefondan yükləyəndə mən bu Facebookda ki, kompüterlə baxıram, desktopla baxıram, orada görəmirəm. Hər halda, o bunu göstərir ki, İran məclis nümayəndələrinin hamısında deməsək 1, 2, 3, 4 dana istisna çıxandan sonra, yəni %3-4 istisna çıxsaq, 12-13 nümayəndəni çıxsaq, görərsiniz ki, qalanların hamısı dolar alverindədirlər. Niyə birdən-birə tökdülər bunların üstünə? Məcəl, bunlar millətin nümayəndəsi, millətin vəkili deyirlər, bunlar gələlər və mütəmərkiz olalar şeyin üstünə. Bu, millətin rifahının üstünə. Amma bunlar nədən o zamanki dövlət istəyir doları gətirsin? Əlbəttə bilirik ki, nədən ötürü apardı yuxarıya, nədən ötürü gətirdi aşağıya. Onlar da xəbərnigarınca yenə bir işlərdir. Gərək bilə bunları axtara görə niyə dövlət birdən-birə doları təxti 6.000 dolara, 6.000 tümənə niyə istəyir gətirsin 2.500, 3-4.500 tümənə? Bunu gərək jurnalist özü axtara çıxada. Dövlət buna deməyəcək. Amma mənim dediyim əsli dava budur. O nümayəndələr ki, dünən bizim hüququmuzdan, millətin, cənabızın, mənim, ərəblərin, bəluçların, türkmənlərin, qəşqailərin, kürdlərin bir belə inqilab olur başa-başda. Xaricəlilərin işsizliği, susuzluq, Urmuc gölü, ana dili, bir belə haqq insanlar istəyirlər daha, haqq, yaşam haqqı. Biz nə istəyirik bu məmləkətdə? Hamımız istəyirik yaşayaq. Yaxtı yaşayaq həm də. İstəmirik ki, zəlalətdə, fəqirdə, fəlakətdə, dilənçilikdə yaşayaq. İstəyirik şərəfli bir insan kimi ki, şərəfli yox, alnı açıq, əli açıq yaşayaq. İstəmirik dilənə-dilənə yaşayaq. Bu nümayəndələri seçmişik ki, bu haqları bizim üçün dövlətdən alsınlar, dövlətin əsaslarından alsınlar. Amma dünənki o məclisdə cələsi ələni görsətdi. Buradan da indi bir ayrı bir şeydir, bəlli olur. Görsədir ki, niyə cələsi ələni olmayanda məclisdə nələr keçir?
İttifaqın biri nümayəndələrin dedi ki, yəni rəis məclisi idi, hangisi dedi ki, ələni cələsə qoyuruq bir cür olur, ələni cələsə qoyuruq bir ayrı cür olur. O bunu göstərir ki, nümayəndələr dünənləri şəxsi mənfəətləri üçün dünənləri töküldülər o Bankı Mərkəzinin rəisinin başına məclisə gəlmişdi, buzarış versin ki, hər kəs idi, dəqiq bilmədim postun. Bu adamın töküldülər üstünə istədilər bunu hətta vursunlar. Hətta bir-iki nəfər görünür ki, vururlar. Yəni, 2 nəfər nümayəndə onu vurması görünür. Bu, bunu göstərir ki, bu nümayəndələr dolar nümayəndəsidirlər, rant nümayəndəsidirlər. Təbii ki, bunlar məsələn fikir edin ki, hərəsi bir 1 milyon dolar bu neçə gündə dolar alıblar. Ki, dolar 7.000-ə çıxacaqdır. Ya qabaqdan dövlətdən alırlar bunlar, bunlar gedirlər dövlətə deyirlər, məsələn, sən ki, pul xırdaladacaqsan, ver bizə. Dövlət məsələn verir, fərz buyurun, ziyarətə gedənlərə neçə verir, məsələn, o qiymətdə də bunlara verir. Ya biraz aşağı hətta. 100 tümən birində, 200 tümən, 300 tümən, 1000 tümən aşağıya bunlara verir. Bir pul eləməz ki, dövlətə ki, pul payılır. Bunlar da gəlir 1 milyon dolar məsələn hərəsinin varıdır. Məsələn, yap azı. Bu adam indi dolar 1 tümən gedəndə 1 milyon tümən qazanır. Amma geçən günlərdə 1000 tümən getdi. Yəni bu adamın 1000 doları oldu 1000 milyon tümən. 1000 milyon tümən mənfəət şeydən danışmıram. 1000 tümən gedəndə üstə 1000 milyon tümən. Yəni 1 milyar tümən 1 milyon dolardan mənfəət qazanır. Bəs bu nümayəndə niyə ana dilinə görə danışmır? Niyə İranda türk dili rəsmi olsun danışmır? Bəllidir niyə danışmır. Çünki bunun şəxsi mənafei dolarda Azərbaycandan çoxdur. İndi bizim dostlarımız gəliblər, indidən başında biz niyə rəy verəcəyik, niyə rəy verməyəcəyik? Biz əgər bir nümayəndəyə rəy veririk, ona deyirik get bizim adımıza danış. O nümayəndəni kim seçir, millət seçir. Millət nə cür tanıyır bu adamı? Bir nəfər bu günləri duyurur, məsələn, adı Dr. Pezeşkiyandır. Millət bunu hardan tanır? Bundan nahar yiyib, şam yiyib, oturub, durubdu, işlərin görübdü, nəyin görübdü? Niyə buna rəy verir? Niyə bu cür bir adamlara rəy verir millət? Çünki jurnalizm ortaya girir. Çünki yazar ortaya girir. Çünki mütəfəkkir fikir sahibi ortaya girir. Bunlar danışırlar, yazırlar. İndidən bizim mediamız, mən Telegramda baxırdım. Telegramda Azərbaycan qruplarında bir tədad qruplar indidən başlayıblar intixabat haqqında bir-birləri ilə dava edirlər. Yəni bizim dərdimiz, bu millətin dərdi azdır. Bir dənə də dərd gətirək, kim geçsin orada doları bahalasın ya ucuzlasın. Təbii ki, ora gedənlər doları ucuzlatmayacaqlar. Baxın, iqtisadda bir dənə qanun var. Adına deyirlər qanuni təsbəndici iqtisad. Mən bunu Sazman Müdiriyyət Bərnamələrizi ki, o zaman var idi, onun muavinindən eşitdim. Dedi ki, siz bir dənə teşdə unu yapışdıra bilməzsiniz bir-birinə. Teşdə un dökün, onu quru-quru, nə qədər qatsaz bir-birinə, o dana-dana ayrı qalacaq. Bundan belə ki, undur. Atsaz göyə toz olacaq. Amma ona su qatsaz, onu əzişdirsəz, onun üstündə işləsəz, o olacaq xəmir. Bu xəmiri siz götürün, atın səxvə, yapışsın dama. Tavan deyirlər, əgər iştibah eləməsən türkcə. Səxvə, tavan deyirlər. Atın yapışsın tavana. Tavandan bu aslanacaq, gələcək əvvəldə. Sonra qeydəcək biraz dalıya, sonra gələcək aşağıya, sonra üstə bir yerdə duracaq vəsiyyətdə. İkinci bu ki, əgər bu xəmiri çəkəsiz özünüz əlinizdən aşağıya ötürəsiz, siz gətirmişsiniz 6000-ə, ötürdünüz getdi, 6000-dən məsələn 200-300 gəldi aşağıya. Biraz gələcək gəndə üstə olacaq da 6000, məsələn 5800, qeydəcək 5700, 5600 və sətdə biləxərə məsələn olacaq 5700-də duracaq. Çünki bir dəfə 6000-ə gedibdi, ikinci dəfə bu 6000-i vuracaq. Yəni bir ayrı hərəkətdə 6000-i keçəcək. Çünki 6000-də insanlar
sərmayə qoyurlar. Nümayəndələr, dövlət məqamları, müdiri qullar, müavinlər, şəhridarlar, fərmandarlar, ustandarlar, bəxşdarlar ki, bu məmləkətdə hududən deyirlər, bilmirəm, deyirlər, yağ çox olsa 3000 ailədən ibarətdirlər. Dedikləri budur, mən heç dəlilim yoxdur. Bəzi iddialar ki, 3000 ailə İranı kollən alıblar əllərinə. Ordusun, polisin, ittilaatın, iqtisadın, ondan sonra əsli iqtisadın, dükan bazardan danışmıram. Yəni, dükanda gedir, bəqqallıq edir, biri ümdə furuşdu, ümdə satır, biri də xurdə satır, bəqqaldır. Onlardan danışmıram, onlar yox. O əsli ticarət 3000 ailənin əlindədir. 3000 ailədə dolar əsli bir şeydir, qiymətdir. İndi bizim sözümüz nümayəndələrin üstündədir. Bu nümayəndələr ki, edəcəklər dolar satırlar. Niyə biz bunlara rəy verək? Bizim adımıza geçsinlər, ticarət eləsinlər. Amma zərərimiz çıxacaq. Birinci soru budur. Bizim adımıza geçsinlər, farslıq eləsinlər. Amma bizim adımıza geçsinlər, bizim vətənimizi bölsünlər, versinlər o birisi iyalətlərə. Niyə? Əslən, birinci sual budur. Bu nümayəndələr geçən 30 ildə, 40 ildə hangi xidmət Azərbaycan eləyib də əllərimiz qozuyaq? Barmaqlarım qozuyun, deyin ağa, Azərbaycana ruznamə alıblar. Azərbaycanın gündəlik ruznaməsi var. Azərbaycanın bir dənə şəbəkə beynəlmiləli kanalı var. Ya İran içində milli bir kanalı var, televizyon kanalı. Milli bir 24 saatlıq Türk dilində radyosu var. Desinlər ki, Azərbaycanın mərzlərin, coğrafi mərzləri nə olar ustan olanda olsun. Amma Azərbaycanın torpaqları ustanlardan qərar gedir qeyri-Azərbaycan torpaqlara. Azərbaycanın özün 50 dənə ustandə eləsinlər, Azərbaycan sözü üstündə qalsın. Amma qərar Azərbaycan olmayan Kürdistana, Gilana, Loristana, nə bilim, Farsistana bizim torpaqlarımızı bağışlayır. Bizim dilimiz haqqında, urmiyyə haqqında, sənət və teknoloji haqqında hangi Azərbaycan, hangi modern sənət var? Məsələn, Azərbaycanda televizyon düzəlir, kompüter düzəlir, radyo düzəlir, yaxtal falan düzəlir. Nə düzəlir? Azərbaycanın pezeşki və daruyi sənəti var, yoxudur. Bir-iki dənə vaksinsazi falan var, amma davasazi deyirlər. Sorunsazidən zatdan var. Amma onlar əsli sənaye deyil. Bu məqtə, yəni soruşmalı yox ki, 40 il, geçən 40 ildə nümayəndələr ki, biz məclisə göndərmişik, bizim millətimizin haqqında hangi haqqı ala biliblər dövlətdən? Hangi haqqı Farsistandan ala biliblər? Bir danası mənə saysınlar. Əkbər Ələmi sağ olsun gedibdir, gözəl danışıbdır. Amma hangi layihə təsvib olub bu gözəl danışıqların qabağında Azərbaycanın mənafi üçün? Azərbaycanın özündə radyo ki var, gündə 4-5 saatdan çox türkü, o da Fazəri danışır. Yəni Farsi ilə türkünü qatır bir-birinə. Ki o türküsü də yarı türküdür, yarı Farsıdır. Olur Fazəri, danışır. Televizyonu da o cürdür. Sineması əslən yoxdur. Azərbaycan sineması yoxdur. Yəni İranda biz Azərbaycan sinemasından, indi filmi Kutah olsun, qıssa filmləri olsun, ya sinemai film olsun, ya serial olsun. Biz əslən bundan danışa bilmərik. İnternet, software və kompüter elmi əslən Azərbaycanda yoxdur. Azərbaycan danışqahlarında və mədrəsələrində Türkçə dərs deyilmir. Danışqahda bir dənə qoyublar lisans. İldə 20 nəfər adam götürürlər. Amma bunun eşitdiyimiz məlumat ələ gəldiyi üçün yarıdan çoxu Fars dilində deyilir. Yəni Fars dilində türkü deyilir. Fars dilində türk ədəbiyyatı deyilir. Fars dilində türk dili qəvaidi deyilir. Fars dilində, yəni Farsca sənə Fars öyrədirlər. Farsca sənə İngilis öyrədirlər. Biz Rahnumayədən ta danışqahın sonuna qədər İngilis oxumazdıq, danışqahda, mədrəsədə, filanda, bəhmanda.
Neçə kəlmə İngilisi başarırıq? I am a window-dan izafi bir şey bilmərək, mən pəncərəyəm deyək. Dəqiqən eyni şey Türk dili haqqında götürüblər. Amma bizi toğlayıblar. Biri istər mənə deyə ki, bəli, biz Türk dilin qoyduq danışqahda. Əvvələn Türk dilin nümayəndələr qoymayıblar. Rəis Cumhur gəlibdir, danışıbdır, o ki, kandid olacaqdır. Millət etiraz ediblər. Etisab ediblər danışqahlarda, zəcr çəkiblər, 20 ildir danışçılar bu danışqahda. Yəni, əgər hesablasaq, 6 dövrün danışçılarının zəhmətlərinin nəticəsi odur. Nümayəndələrin nəticəsi deyil. Nümayəndələr istəsələr bir dənə 3 fəaliyyət layihə apararlar. 3 fəaliyyət layihə 10 günün içində girək məclisdə gedə danışıla, 10 günün içində qanun olandan sonra da 10 günün içində dövlət məcburdur bunu icra edir. Dövlətə 3 ay vaxt verərlər ki, kitab verəcəksən. Dardı getdi. Bunlar layihə getmirdi. 2 layihəti də, fori layihə də getmirdi, 2 fəaliyyətlə də getmirdi, 1 fəaliyyətlə də getmirdi, əsən fəaliyyətsiz layihə də getmirdi. Necə ki, Urmu gölünə su gətirmək layihəsi getmirdi. Amma bu nümayəndələr nə cür seçiliblər, gediblər ora? Söz jurnalizmin burasındadır. Jurnalizmin burası mühümdür. Bir nəfər ki, istir bir tanınmadığı yerdə. Məsələn, fikir edin ki, bir nəfər Təbrizin Zəfəraniyəsində, ya Çarra Şəhnazında, ya Əmin Sirahında, ya Bazarda, Rastı Küçədə, ya 40 metrdə, ya Taliqani xiyabanında, ya Nənənbay dərəsində, o Eynalı dağ ətəyində, ya Abbasidə, ya Şişgilanda, ya Baharda, Höhməvarda, Qərəğaşda, ya Lalə düzlərində bir nəfər istəyir nümayəndə olsun. Neçə nəfər bu adamı tanır? Deyək, bunu 100 nəfər tanır. Deyək, 1000 nəfər tanır. Deyək, 10.000 nəfər tanır. Bu adam istəyir Təbrizdə ki, 4 milyon cəmiyyəti vardı. İran dövləti bunu 20 ildir, 2 milyondan da azda saxlayıb, indi 1 milyon 800'e yetiribdir. Yap azı 4 milyon cəmiyyəti var, yap azı. Çünki Kəlan şəhri olubdur, Təbriz çoxdandır, 25 ildir Təbriz Kəlan şəhridir. Təbrizin qədimki məhəlləsi, yəni Kəmərbəndi yazıca gəlir, o Kəmərbəndinin içi olurdu Təbriz. Təbrizin o zaman 1 milyon 200 min nəfər deyirlər cəmiyyəti var. İndi Təbrizin o Kəmərbəndinin içindən 4 bərabər izafi cəmiyyəti var. Yəni 6 milyon. Amma bizə jurnalist olmadığımız üçün onlar bizi ahmaq fərz edirlər. Biz də bu ahmaqlığı ədədlərimizdə yazırıq, sabit edirik onlara ki, mən ahmaqam. Heç vaxt nəqd eləmirik, ağa bu Təbrizin ətrafında indi 20 dana şəhrək düzəlibdir. Hərəsinin də 500 min, 300 min, 200 min, 1000, 100 min cəmiyyəti var. Amma biz bunları jurnalist olmadığımız üçün, müqəllid olduğumuz üçün, düşüncəmiz olmadığı üçün, nuşxar elədiyimiz üçün, yəni bizim ağzımıza bir torba bağlır, nümayəndə məclis, siyasətmədar, zirənc adam, idarə, müdiri kul, o torbanı bağlır, biz onun içine, o nə tövsə onu yiyirik. Bizim özümüzün nə ağlımız var, nə cəsarətimiz var, nə huşumuz var. Jurnalismin İranda vəzi belədir. Mütəəssifanə tək jurnalistlər deyirlər. Siyasətmədarlar da, hətta opozisyonda, İrandan eşikdəki olan opozisyon da dəqiqən belədir. İran dövləti bir şeyi fırladar ortaya, öz zərərlinə belə olsa, eşikdəkilər bunun üstündə bəhs elərlər, televizyonların saatlarını doldurarlar, radioların saatlarını doldurarlar. Nə olubdu? Bir dənə mühüm xəbər olubdu. 10 gündən sonra görərsiniz, pıs hər şey yatdı, nə o dövlətə bir şey oldu, nə də bir şey. Bir misalını da buna vurun. İran dövləti hər gün adam edam edir. Bir iddəsi bəlli olur, bir iddəsi bəlli olur. Vəli üst-üstə hər gün adam edam edir. Yəni, yıxsaz birdən görürsünüz, ilin başınıza 1000 nəfər edam edildi, gününə 3 nəfər düşür. Uşaq da edam edir, böyük də edam edir. Arvad da edam edir, kişi də edam edir. Evli də edam edir, subay da edam, qoca da edam edir. Fərq eləmir. Günahkar da edam edir, günahsız da edam edir.
İran dövlətinə fərqi yoxdur bunlar. Amma birdən görürsünüz, xanım Səkinə Məhəmmədiyyə Aştiyaninin məsələsini salır ortaya, hərdən bunu qızışdırır, media gedir bunun üstündə mütəmərkəz olur, yadlarından çıxır ki, dalda mühüm siyasilər, ya hüquq bəşərçilər filanlar edam olurlar. Ya dalda bir inqilab gedir, əhl-əhvazda heç kəs ona görə danışmır. Dalda milyardılar dolar pulu o yüz bu yüz edirlər, nəft o yüz bu yüz olur, qaçaq o yüz bu yüz olur, ittilaat bir işlər görür, sipah bir işlər görür, bəsiz bir işlər görür, rəhbər bir işlər görür, Rusiya ilə bir işlər görürlər, oraya ilə bir işlər görürlər, biz bunları görmürük. Bunları bizim bir şey atırlar, nuşxar edir siyasət mədarımız və jurnalistimiz. Dövlət, o zirəhlər bu işi görürlər, daldaşlar deyirlər, işlərini görürlər, onlar millətin başına böh getir. Qacar dövründə heç bir qərarda 10 gündən izafi məhrəmanə qalanmırdı. Qanun Əsasi Cumhuriyə Farsistanda təsvib olduğu usulların əsasına məclisin qeyri-ələni cələsəsi ola bilməz. Dadgahların da qeyri-ələni cələsələri ola bilməz. Əgər olduysa, gərək yap çoxu 3 ayın içində bu ələni ola. Ki, burada nə danışıldı? Amma bunlar beləsi dəyirlər, eləməzlər. Bir dünya qərardatları var, bunların xarici məmləkətlərinə ki, İranı dərbəst satıblar. Baxın, Mazəndaran ya, bunlar Mazəndaran deyirlər, Xəzər dənizi, Xəzər gölü deyək hətta, ya dənizi deyək. Bu dəniz ya Xəlic-i Ərəbi, Umman dəryası, bunlar bu məmləkətin ətrafında olan məmləkətdir. Xəzərin ətrafında olanlar türklər, türkəmənlər, Giləklər, Mazənilərdir. İran tərəfindən. Cənubda olanlar, yenə Bəluçlar, biraz türklər, biraz da ərəblər, biraz da bəndərilər filanlar var. Torpaq bunlarındır. Bu insanların yaşayışı o suya bağlıdır. Amma bu suyun balıq tutması bunların haqqı deyil. Bunların haqqıları yoxdur suda. İcazəsiz balıq tutarlar. Niyə? Çünki dövlət qərardat əsasına bu suları verib xarici millətlərə, xarici millətlərin kompaniyələrinə onlar bir az pul alırlar buradan, vergəli bir az pul verirlər bu İran dövlətinə, İranın məsullarına, biraz da rüşvət əlbəttə. Rüşvətin adı indi rüşvət deyil. Hə, bunu da biz bilək. Qədim rüşvət deyirlər, indi porsantaj deyirlər, pursant. Deyir ağa, bu Xəzər dənizini verərəm sənə balığını tutasan, neçə faiz, neçə dərsən mənə pursant verirsən. Ummanın ya Xəlic-i Ərəbinin, Xəlicin balığın verirəm sənə, nə qədər? Urmu gölünün duzun verirəm sənə, nə qədər mənə porsantaj verirsən? 800 kamyon gündə oradan duz çıxır. Hər kamyon 20 ton tutsa, 1.600.000 ton gündə oradan duz çıxır. Hər tonu 1000 tümənə belə qoysaz, ki onu maşına aparmaz ki, hər tonu bir tümənə maşın fikirsiz ki, hər kilo bir tümənə məzərət istəyir. Hər kilo bir tümənə qoysuz fikirsiz maşın yük daşıyır oradan. Yəni, 20 ton elər 20.000 kilo. 20.000 kiloya 20.000 tümən alar. Məsələn, bu adam maşını buradan bir 10 kilometr sürər o üzə. Onun benzin pulusunu çıxartmaz ki. Burada oyunlar gedir. Yenə qeydaq rəhbər yaratmaq məsələsinə. Birdən o nümayəndə tanınmır. Hə, nümayəndələr bilək ki, rəhbərdirlər. Çünki bunlar gedirlər orada bir millətin tərəfindən danışsınlar. Millətin bir tedadının tərəfindən danışana rəhbər deyirlər. Çünki insanlar buraya rəsmi olaraq icazə verirlər ki, geçsinlər, bizim nümayəndəmiz olaraq, bizim rəhbərimiz olaraq orada bir ayrı rəhbərlərindən danışsınlar, bizim mənafeyimizi təmin etməsinlər.
İndi biz o zaman ki gəlirik bir nəfəri rəhbər İranda neçə cür seçilər. Bir buydu ki, dövlət gələr ustandar, fərmandar, şəhrdar filan qoyar, şəhrdar xeyrindir. Məsələn, onlar nələr dövlət qoyur, bunlardan ibarətdir. Müdirkul, muavinlər, bunlar hər bir idarənin rəhbəridir. Ustandar, vəzir, ustandar, fərmandar, bəxşdar, bunlar da davamıdır. Müdürləri ki dedik, müdirkullar, müdürlər. Bunlar rəhbərdirlər. Biraz da millət yaradır. Zahirdə millət yaradır. Nümayəndə məclisdir, nümayəndə şura xubreqan rəhbəridir, şura incəhbandır. Əlbəttə şura incəhbandır, o qədər dixalətləri yoxdur. Bir də rəhbərdir, bir də rəis cümhurdur. Bunları da millət yaradır. Millət əslində İstər-istəməz bir tədad adam bunlara rəhbər olur. Amma hardan olur? Nədir olur? Xameneyi rəhbər olur. Hüccətül-İslam ki, dönəcən Hüccətül-İslamıdır. Ayətullah olmasa rəhbər ola bilməz, amma rəhbər olur. Çünki midyaya gəlirlər, pul xərcləyirlər. Midya nuşxara girir. Yəni, midyanın jurnalistlərin və siyasət müdarlarının torpalarına biraz pul tökürlər, biraz deyirlər filan kəs belə, bu dəlillərə filan kəslər olmalıdır. Onlar gəlirlər, bunları nuşxar edirlər. 3-4 nəfər də dövlət bunları rəsmiləşmiş, çox dalısında durmuş, bunlara fikir vermiş, biraz məlumat gizli. Məsələn, Əkbər Cənci kimi. Əkbər Cənci ya bəziləri öz zorları ilə Əkbər Cənci olmayıblar. Bunlara əvvəl ittilaat verdilər, bunlara bir çehrə düzəltdilər, bunlardan bir rəhbər düzəltdilər ki, bunlar eləyə bilərlər. Buhrani zamanda bir ittilaat ki, idarə ittilaatın ya polisin, ya rəhbərin əlindədir, ya rəis cümhurun əlindədir. Bunları verməklə bunları kanalizə eləyərlər. O birisilər də bunları mənbə görüb bunlardan yol alıb gedələr qabağa. İndi beləliklə görürsünüz ki, ruznamenigarlar rahatca alırlar, bir də insanları qəhrəmana çevirirlər. Bunların içində bir neçə nəfər istisna görürsünüz. Səttarxan bir istisnadır, Baqırxan bir istisnadır, Şeyx Məhəmməd Xiyabani bir istisnadır, ərz edeyim xidmətinizə. İstisna deyir əlbəttə, bəzən məsələn Seyyid Məhəmməd Xiyabani özü jurnalist idi. Yəni, jurnalizmlə Səttarxanla Baqırxanın savadları yoxdur, jurnalist deyirlər, siyasətdə yoxdular. Əlbəttə, Səttarxan bir az da olsa siyasətdə olubdur, fərmandar olubdur, filan olubdur. Ömrünün bir savadsızlığına baxmayaraq Qacar dövlətinin fərmandarı olubdur Səttarxan. Yəni, siyasəti bilibdir. Girib siyasətə təcrübə ilə də olsa örgəşibdir. Şeyx Məhəmməd Xiyabani hizbə giribdir, ruznaməsi olubdur təcəddüd adında. O da yazıbdır, müxtəlif ruznamələrdə, məclisə gedibdir. Seyyid Cəfər Pişəvəri bir jurnalist olubdur, yazar olubdur. Amma bunların fərqi, o birisi jurnalistlərlə nədirlər? Bunlar müstəqildirlər, bunlar millətçidirlər, bunlar vətənxahdırlar, vətənpərəstdirlər. Səttarxan, Baqırxan, Şeyx Məhəmməd Xiyabani, Seyyid Cəfər Pişəvəri və onların adamları ki, o yolda can veriblər, şəhid olublar vətən yolunda. Ayətullah Şəriət Mədarinin hərəkatından sonraki olanlar, sonra gəlibdir cəryan ta yetişibdir Çehriqaniyə. Çehriqaninin özü çehrə olmaqda, yəni bir liderə çevrilməkdə mətbuatın böyük rolu olubdur. Mən özüm Çehriqanı 3 saat müsahibə eləmişəm, ruznamədə çap eləmişəm. Və o birisilər zindana gedib getmişik, mühakiməsi olub getmişik. Yəni, bir adam birdən-birə lider ola bilməz. Qədim olardı, çünki qədim bir tayfanın rəisi olurdu. Nənədən doğanda lider doğurdu. Çünki tayfanın rəisi idi. Necə ki, şahın balası şah olacaqdı, ya vəliyyət olacaqdı, ya hər nə olacaqdı. Nənədən doğmaqla bir imtiyazı var. Amma indi o cür deyil. İndi nə xan var, nə hizb var. Rəhbər harada doğar? Rəhbər ya gərək fəaliyyət ictimai eləyə,
o qədər fəaliyyət eləyə, dövlətdən qıraq, opozisyon şəklində ki, millət bunun fikrin və rəftarın bəyənə, ya da gərək media bu adamı gətirə, bunun başı xiyar başıdır, bunun başı qohum başıdır, bunun başı qarpız başıdır, beləsi, bənzədələr, orzadalar, bu ola bir lider. Azərbaycan və müstəqil jurnalistlik nə etməlidir? Azərbaycan mediası, milli hərəkətin mediası nə etməlidir? Əvvəl lider yaratmalıdır. Lider mənzurun bir dana adam getmir. Fikir yaradacaq, bu fikrin əsasında jurnalist demişik da, mənzurumuz deyil ki, fəqət İranda olan ruznamələrdə, ya eşikdə olan ruznamələrdə, ya radio, televizyonlarda danışa, ya yazar. Hər kəs ki, əlinə qələm alır və bir iddiası var bu vətən üçün. Biz onlar için vətən üçün iddiaları yoxdur, xalqları üçün iddiaları yoxdur, onları da jurnalist bilirik, amma jurnalist qeyri-inqilabi, qeyri-islahçı və hətta xiyanətkar bilir. Dedim, nuşxar eləyənlərdir. O qələmi, o adam ki, o qələmdaş ki, əlinə qələmi alır və bir millətin dərdini yazır. Dərdinə çarə tapmağa çalışır. İştibah da yolu getsə gedir, çünki bu iştibah nəqd olanda iştibahlar ortaya çıxacaq. Və bu jurnalist hamını nəqd elər, hamının fikrini. Heç kəsin arvadına, qızına, qız dostuna, oğlan dostuna, ərinə, uşağına öcəşməz. Onlarla işi yoxdur. Adamların fikri ilə işləri var. Mənə nə ki, İnsaf Əlinin arvadı var ya yox, uşağı var ya yox, uşaqları neyinir, nə fikirdədir, nə də deyir. Qız dostu var, yoxdur, oğlan dostu var, yoxdur. Əsən bunlar mənə nə? Bu adamın fikri Azərbaycana görə mənim millətimin dərdinə dəyər ya yox. Çünki bizim indi mərhələdə, bu mərhələdə, mübarizə mərhələsində fikir müşkülümüz var. Dövlətçilik müşkülümüz yoxdur. Yəni biz dövlət qurmamışıq ki, dövlət qurandan sonra ya filan kəs niyə məsələn həm arvadı var, həm oynaşı var. O haqqı yoxdur. Gedə nümayəndə məclis olar, ya ustandar olar, ya fərmandar olar, ya rəis cümhur olar, ya filan olar. O mərhələyə yetişəndə o mərhələnin sözünü danışar. O mərhələyə ya ki, bir nəfər adam ki, bu şəraitə əxlaqisi olmasa bizim camiəmiz qəbul eləməsə getməz, amma qəbul eləsə gedər. Necə ki, Fransada görürsünüz ki, rəis cümhurun 10 dana qız dostu varmış, var, arvadı ola, millət rəis cümhur seçir, rəhbər seçir, o bizim müşkülümüz deyil. Fransa milləti deyirlər, mühüm deyil. Bizə arvadların və kişilərin şəxsi bir-birlərinin arasında mediaya mühümmüdür, media üçün bundan pul çıxardır. Bir də həyəcanlaşır filan bəhman. Nuşxar eləyənlər bundan həyəcanlaşırlar. Nuşxarlırlar. Cəvşirlər. Türkçəsi nuşxarın cəvşəmaqdır. Salır saqqız kimi ağzına, hey bunu çeynir. Nə o azalır, nə də bir təsiri var. Heç təsiri yoxdur. Fəqət burada ağzında cəvşirdir. Salıb, avırdın doldurubdur. Biz cəvşəmaq deyirik, bəzilər gövşəmaq da deyə bilərik. İndi bu gövşəmaq ya cəvşəmaq görürsünüz ki, çox olur. O vaqei ruznamenigarlar gəlirlər millətin haqqından danışırlar, hüququndan danışırlar, dərdindən danışırlar. Bu fikirləri qələt də olsa nəqd edirlər, nəqdin içindən nəqd çıxır, yavaş-yavaş üstə açılır. Amma adamların, onun əxlaqı belədir. Onun burnu belədir, o belə getdi, belə gəldi, əraq içir, filan edir. Bunlar bizim dərdimiz deyil. Bizə bu adamın fikri lazımdır. Azərbaycan indi bir bohrandadır. Bohran nədir? Azərbaycan müstəmrədir. Azərbaycan milləti bir yetim uşaq kimi ögey nənənin əlinin altında ya bir bərdə kimi bərdədarın əlinin altında işlir, özünə faydası yoxdur. Dünən bir gözəl qıssa məqalə oxudum, yazmışdı ki, əgər Amerika ilə İran savaşa girsə bir zaman,
Amerika dövləti təbii ki gələcəkdir. Təmami dövlətlərə savaşanda Ərteşin məsələn fırıldaqların vurar, poligonların vurar, karxanaları vurar, bərq mərkəzlərini vurar, nə bilim filan yerləri vurar. Azərbaycanda hangi mühüm bir yer var ki oranı vurar? Hangi bir iqtisadi mühüm yer var bura? Fırıldaq vardı, bir dana orada vəssalam qutarcı etdi. Ondan sonra bizim orada bir dərd edəyən, hətta bərqimiz də o qədər yoxdur ki, yox bərqimiz var, gələrlər bərqimizi vuranda gecələr qalıb qaranlıqda. Diqqət buyurursunuz, bizim dərdimizə, iqtisadi dərdimizə, siyasi dərdimizə, hüviyyət dərdimizə, istiqlal dərdimizə, federal dərdimizə, hər nə dərdimiz ki, dərdimizdə bunlara hər kəs danışırsa, tamam, bunlar bizim danışma. Onda rəhbər buradan çıxar. Yəni, taza fikir qoyarsan ortaya, camiə görə ki, sən bu millətin mənafeyini düşünürsən. Sən bu millətin rifahını düşünürsən. Sən bu millətin gələcəyini düşünürsən. Bir iddə insanlara desən, Səttarxan deyər, baba, 100 ildə ölüb gedib, bundan əl çəkin. Mənim yaşayışım, indi mənim yaşayışıma sən deneyim. Mənim işsizəm. İndi, dünənəcən bir iddə insanlar Azərbaycanda gedirlər, Türkiyədən, Nəxçıvandan, Azərbaycandan cins alırdılar, gətirirlər, bu tayda satırdılar, bir çörək keçirirlər. İran dövləti qanun geçdi, hər kəs birinci dəfə məmləkətdən çıxsa, bir belə. İkinci dəfə çıxsa, bir belə, üçüncü dəfə çıxsa, yarım milyon hududən, üst-üstə yarım milyon tümən gərək verə, hər dəfə çıxanda gedə gəlir. Bir dənə adam ki, bizim şəhərlərimizdə qaçaqçılıq eləmirdi, gedirdi Türkiyədən 1 milyon tümənlik, 500 min tümənlik, 300 min tümənlik cinsi gətirirdi, indi istəyə gedə, gərək 500 min tümən verə gedə. Bunun nə qədər mənfəəti olacaq ki, gedə ora bir gün orada qala, qeydə gedə, bura bir pul çıxada. Bunun qabağında İran dövləti gələcəkdir Kürdləri 10 min tümən ilə, bir dənə pasportsuz 10 min tümən alır, mən bilən zaman 10 min tümən deyil, bəlkə 50 min tümən eləyiblər falan, bilmirəm nə qədər eləyiblər, amma mən o zaman ki, məlumatım var idi, 10 min tümən idi. 10 min tümən alır, bir dənə ağ kağız verir, üstünə bir möhür vurur. Sən ged o tərəfdən mənə qaçaqçılıq elə. O tərəfdən qaçaqçılıq eləyirlər, gətirirlər bura. Qabaqdan bellərində gətirirlər, indi vanet ilə gətirirlər, treli ilə gətirirlər. İran dövləti 10 min tümənə alır, bir dənə möhür vurur gedir, amma Azərbaycan muhtaç qalacaq. Azərbaycanlı tükanında işdir, biymə dəyir, amma onlar qərarlıdır ki, qaçaqçıları biymə eləyirlər. Biz əgər biz jurnalist olsaq, gəvşəməsək sözləri, farslar atan ortaya sözləri, deyərək, aha, bu dövlət qaçaqçı dövləti olmasa, necə 100 min dana qaçaqçısı olar ki, istər onları biymə eləyər. Mən büdcəyə baxırdım, mollaların büdcəsi geçən ildə, icazə buyurun bunu rəqəmin üstü ilə oxuyun. Mollaların birazını bunlar şey eləyiblər, da bilirsiniz, biymə eləyirlər. Yəni işləri, məsələn İranda xəbərniqar, xaricərlərin bir çoxu, onlar ki, xaricərçilik edir, amma bir ildə, yəni rəsmi istihdam olmayıblar bir şeydə, onlar biymə olmazlar. Amma molla ki, işləmir, 3-4 milyonda 2 vədə gündə namaz qılmaqla, ya bir vədə namaz qılmaqla, nahar namazı normalda, şam namazı da qılmazlar, sübh namazı da qılmazlar, onunla biyməsi gərək olsun. Bazı şəxslərlik olsun, yəni qocalanda bir gəliri olsun. Mən əgər bu şeyi tapsam, sizin üçün oxuram, görərsiniz ki, mənim bu Ağay Döktür Rağifər deyib ki, İran millətinin 33% fəqr altındadır, fəqri mütləqdə. Çünki bir dana 4 nəfərlik ailənin gəliri ayda 4 milyon tümən olmasa ayda fəqri mütləqdədir. Bu bir, həm də bilirsiniz da, həm siyasətdə, həm də iqtisadçı bir adamdır. İndi icazə buyursanız, mən o
mollaların fəqət sizə şeyini oxuyayım, bilməsin. Yazıbdır ki, haqqı bime-i tollab və ruhaniyun qeyri-şağil. Yəni, bəzilər ki, namaz qılırlar, onlar şağildirlər. Çünki gedir gündə bir ruh namaz qılır. Qeyri-şağil ruhaniyun 296 milyard tümən. 296 milyard tümən bir ilin içində mollaları için işləmirlər, namaz qılmırlar, məsciddə, mənbərdə, bəsisdə, idarələrdə, zətdə işləyib hüquq almırlar. Sadəcə bunların bimə pulu 296 milyard tümən. Daim bundan izafi bir şey deşən fikirlərim ki, sizi çox yorar. İndi biz jurnalist olaraq məsələləri diqqət eləməliyik, məsələləri görməliyik və bunları açıqlamalıyıq. Bunların üstündən lider yaratmalıyıq. Biz iqtisadda lider yaratmalıyıq, turizmdə lider yaratmalıyıq, fikir sahəsində liderlər yaratmalıyıq. İndi lider bir məhəllənin lideri olar, biri şəhrin lideri olar, biri ustanın lideri olar, biri bölgənin lideri olar. Yəni biz gərək çalışaq, hər şəhərdə onlar liderimiz olsun. Bu liderlər gəlsinlər, otursunlar, bir-birləri ilə danışsınlar. Məsələləri rahatca... Dünənləri görmüşəm Təbrizdə bir-iki nəfər bir-biri ilə, indi Azərbaycanda bir-iki nəfər bir-birləri ilə fikir müşkülləri varmış, savaşıblar, bir-birlərinə Yoğuz yaman deyiblər, indi barışıblar, yazıblar ki, biz barışdıq, siz də barışın. Yəni adamlar zalibdir. Mən əgər onun dostuyam, o küsüb, barışıbdır, biri ilə savaşıbdır, söyüş veribdir. Mən söyüş verməsəm onunla dost olmayacağım. Gərək mən də söyüş verəməm. Bu adamlar lider deyirlər, bu adamlar fikir sahibi deyirlər. Bu adamlar məmur olmasalar, məmurdan çox zərərləri var Azərbaycana. Sən deyəcəksən, mən Azərbaycanın fədaisiyəm. Mən gəlməmişəm, burada biri məni tanısın, ya mənə ehtiram qoysun, ya mənə bir nahar versin, şam versin, pul falan. Mən bunun üçün gəlməmişəm. Mən gəlmişəm burada fədai olam. Mən Azərbaycan yolunda ölümə çıxmışam. Azərbaycanın yolu nədir? İstiqlaldır, ya federalizmdir, ən azı bir yol. İqtisadi güclənməsi, rifahıdır, əmniyyətidir, millətinin başucu olmasıdır, dilinin azad olmasıdır, vətənin azad olmasıdır, sulanmasıdır, ağaclı olmasıdır, gölgəyərəntisi çox olmasıdır, heyvanlarının ölməməsidir. Azərbaycan toprağının milçəyinin də ərzişi var. Biz əgər bu məqtəyə yetişsək ki, özümüzü fəda eləyək Azərbaycan. Baxın, bir Azərbaycan fədailəri pişəvəri dövründə adları müftə öz başına fədai deyildi. Bu adamlar hüquq almaya fəqət yemaqları yirdilər, çalışırdılar. Bu adamlara əmir gəlirdi, gedirdilər. Demirdi, ağa, mən filana bəhmanam. Məndən küsənlər, mən hər kəsdən küssəm, hamı ondan küsməlidir, mən hər kəsdən barışsam, hamı ondan barışmalıdır. Biz mütəəssifanə milli hərəkətdə bir iddə insanlar çalışırlar, zəhmətləri də vardır, amma bunlar cəfşirlər. Bunların dərdləri budur ki, mən tanınım, sənin və mənim dərdim, mən Günas TV-də işləyirəm, yazıram webladımda, Facebookumda, mənim dərdim budur ki, 4 nəfər məni tanısın. Təbii ki, tanınacağam. Çünki mən yazıram. 4 nəfər mənim fikrimi ya müvafiq, ya müxalif oxuyursa, deyir, bu İnsafəli yazdığıdır. Pis yazır, ya yaxşı yazır. Pis də yazsam məşhur oluram, düz də yazsam məşhur oluram, yaxşı da yazsam məşhur oluram. Amma yazıram ki, məşhur olam. Mənim hədəfim tərəfdarı yığmaq deyil. Sənin də hədəfin tərəfdarı yığmaq olmasın. Onda biri gəlsin İnsafəlinin özünə söyüş versin.
İnsaf Əlinin özünün arvadına da, qızına da, onunla da, bununla da əksi belə cürriyib də qoyublar internetə. Amma İnsaf Əli bundan ötürü gələ küsə. Mən milli hərəkətdə ola bilmərəm. Sən olma yerindən dibindən. Milli hərəkət sənə bağlı deyil ki. Mən hamıdan küsəm ki, niyə mənə belə deyəcək, siz buna mövzey tutmadınız. Mən milli bir adam deyiləm. Mən həman adamam ki, istərdim ki, məclisə olan milyarder, mən də rant alam, mən də dolar aparam. Nə fərqi var məndən onunla? Millət gərək görə, biz gərək yazaq, həqiqətləri yazaq, doğruları yazaq və bu doğrular bizim ziddimiz olan. Yəni, bax, bu mənim mənfəətimə də olmasa, Azərbaycanın mənfəətinə, Azərbaycan millətin mənfəətinə. Məni öldürsəz də öldürün, amma Azərbaycan millətin mənafəyi təmin olsun. Mən zindana gedirəm, amma mənə tohin olur, olsun, amma Azərbaycan millətin, mən təhqir olurum, amma Azərbaycan millətin mənafəyi təmin olsun. Buradadır ki, lider doğacaqdır. Lider o zaman doğar, baxın, tarixin belədir. İngilistan padişahlığı və Suis padişahlığı ya Sued padişahlığı niyə yüzlər ildir davam gətirir? Çünki İngilistan padişahı ki, xanımdır, mələkədir, bunun oğlu belə və əri 2-ci Dünya Savaşında getdilər savaşa. Yəni, Rəfsəncani kimi, Rəfsəncani'nin oğlanları kimi cipiyə getmirdilər ki, dalda dursunlar, bir dənə qərargahda danışsınlar, gəlsinlər. Bu adamlar getdilər, nəfərbərdə oturdular, tüfənc aldılar, əllərinə getdilər, xətti cipədə savaşdılar. Təyyarə ilə bombardımana getdi. Bu adam millətin üçün, millət deyəndə, mənim balam gedir, bunun da balası gedir. Bundan belə ki, mən özüm zindan çəkmişəm, amma heç kəsə demirəm, siz çalışın zindana gedin. Bundan belə ki, mənim bir yazım vardı, biz gərək zindanları dolduraq. Çünki biz zindana getməsək, həqiqətdiyimiz fikrimiz, bizim fikrimiz o qədər ərzişlidir ki, bu qədər onun mənə ərzişi yoxdur ki, bu fikirdən ötürü mən zindana gedirəm. Mənim fikrim nədir? Azərbaycançılıq, Azərbaycan milləti, vətənin abadlığı. Bunun bu qədər ərzişi yox isə, mən gedəm zindana, vay bu mənim fikrimin halına. Biz gərək millət olaraq bir-birimizlə danışaq, cələsə qoyaq, müzakirə qoyaq, münazirə qoyaq, həm özümüzdən, həm özgələrlə, müxtəlif teyflərimiz gərək elə oturaq danışaq. Buradan lider çıxar. Biz lideri çıxartmaqdan qorxmayaq. Lider bir dana olmaz, 10 dana olar, 100 dana olar, bunların da yığışarlar olar. Məsələn deyirəm, Ərdəbildə 10 dana məhəllə var, 50 dana məhəllə var, 50 dana lider olsun, gəlsinlər 50 nəfər bir konferans olsun, içindən 1 nəfər, 2 nəfər, 3 nəfər seçsinlər, Ərdəbil şəhər şurası, milli fəallar şəhər şurası. Təbrizdə də 100 dana məhəllə var, 100 nəfər yığışsın, olsun 100 dana məhəllənin liderləri gəlsinlər, otursunlar, bir dana şura düzəlsin, 3 nəfərdən, 5 nəfərdən ibarət adım qoysunlar. Təbriz Milli Fəallar Şurası, Milli Şurası. Şəhər şurasının qabağında, məclisin qabağında biz qüdrət olmalıyıq. Biz bir opozisyon olmalıyıq. Bu opozisyon mənim canıma dəyməsinlər, məni tutallarla olmaz. Biz gərək Təbrizdə, Əhərdə, Xoyda, Mərəddə, Urmiyədə, Qoşatayda, Məlikanda, Zəncanda, Qəzvində, Həmədanda, Tehranda, Kərəcdə, Şəhriyarda, Qumda, İsfahanda, Şirazda, Yəzdə, Kaşanda gərək Azərbaycan ya Türk milli şuralarına adam seçək və bunlar gərək milli şuraları qurarlar və bu milli şuralar gərək ki, əvvələn bunlar məhəlli lideri olarlar, sonra da bunların içində görərsiniz ki, bir dana milli şura çoxdur. Bizim bir dövlətin qabağında milli şuramız var. 5000 dana üzvü var, 3000 dana üzvü var. Və bunlar bizim millətimizin tərəfindən danışırlar. Və bizim millətimin dərdini danışırlar. Əgər mənim dərdim bu olmasa, indi burada mənim məsələn deyil, mənim Həsən ilə müşkülüm var. Şurada danışarım, Həsən abi elə dəyir elədir. Nəzərlərimizi qoyaq ortaya. Şura nəzər verər, hər kəsin nəzəri dəyi gətirir, alar, gedər qabağa. Amma elə ki, mənim nəzərim dəyi gətirmədi, mən də şuranın dalısından gedərəm. Yoxsa İnsaf Əli bu cürdür, başı keçəldir, gözündə eynəki vardır, burnu da yekədir, ağzında da dişləri belədir,
kravat bağlı, köynəyi ağdır, şalvarı ütüsüzdür, ayağında başmağı yoxdur. Bunlar şey olmaz. Bunlar nəqd deyil. Nəqd odur ki, deyəcək, mənim niyə milli şuram yoxdur? Mənim niyə hər şəhərimdə, hər kəndimdə bir dənə kəndimizin kənd şurası var, bir dənə də milli şurası olsun. Niyə milli şurası yoxdur bizim kəndlərimizin? Niyə bizim kəndlərimizin içində bir dənə kəndimizin 100 nəfər adamı vardı, niyə bunun bir dənə milli şurası yoxdur? Yəni, milli fəallarından 3 nəfər, 2 nəfər, 1 nəfər bunun şurası olur. Olmayan yerdə bir nəfər də bir nəfərdir. Bu kənddə 10 dana ailə vardı, seçirlər ki, Həsən olsun bu kəndin milli fəal üzvü. Seçim olsun milli fəal üzvü. Amma bir cəsarət üstündə bu adam zindana getmək halı var. Bu adam gərək bilə ki, mən şura seçilsəm, gedəcəm zindana. Nəyin üstündə? 3 dana, 4 dana faktor üstündə. Azərbaycan milli mənafeyi, Azərbaycan hüviyyəti, Azərbaycan istiqlalı, Azərbaycan federalizmi, ya istiqlal ya federasyon ikisini götürərsən, Azərbaycan iqtisadının inkişafı, Azərbaycan dilinin rəsmi olması İranda, bunların üstündə mən gələcəm, bu şurada gələcəm zindana. Millət məni seçsin, mən gedim zindana. Əgər xətərin üstünə, əgər qorxunun üstünə, əgər düşmənin üstünə həmlə eləmək gücümüz olursa, lider olacaq. Və lider yaranacaq. Əgər yox, mən danışsam tutularam, gedərəm. Sağ olsun o Zəncanlı xanım ki, getdi zindanın çəkdi. Sağ olsun o Təbrizli xanım, o Urmiyəli xanım, o Qəzvinli xanım, o Tehranlı Türk xanım ki, getdi zindanın çəkdi. Ölüm olsun mənim kimi kişilərə ki, yekə-yekə danışırıq. Amma yox, mən zindana gedəmərəm. Yaşasın Abbas Lisani kimlər? Yaşansın Yeni Camuhun tamam təşkil üzvləri. Ki zindandadırlar. 8 il, 9 il zindanda məhkum olublar. Mən niyə gərək inanmayan Yeni Camuhun üzvlərinə? Nəyə inəyəcəklər ki, inanmayan? Bundan böyük bir iş, bundan böyük bir mübarizə. Adam 9 ildə ömrü zindanda geçir. Mən eşitdə cəsarət eləmirəm, bu adam zindanda danışdığını danışam. Vay mənim halıma. Hər halda istədim bunu deyəm ki, rəhbər yaratmaq rahat bir proses deyil. Jurnalismin işidir. Jurnalistlər gərəkçələrə yazalar. Hər kəsin əli qələmə. Çünki baxın, bir rəhbər əli qələmə gələndən çıxar. Əli qələmə gəlməyəndən rəhbər çıxmaz. İkinci, əgər bu əli qələmə gəlir, gərək millət öz şəxsi mənafi üçün nümayəndələrin əvvəlcə niyə misal vurdu? Çünki onlar şəxsi mənafi üçün, dolar üçün gedirlər qabağa. İstirlər o filan kəsi buralar. Bizim şəxsi mənafiyimiz, milli mənafiyimizin içindədir. Bizim vətənimizin istiqlalı ya federalist olması, federal idarə olması, bizim dilimizin İranda ikinci dil olaraq birinci dilinə bərabər, yəni farsı dilindən rəsmi olması ən azı budur. Ya da istiqlalı ki də ayrı bir prosesdir. Hər şey ayrılaşır İranda. Bizim iqtisadımızın inkişafı, bizim hüviyyətimizin tamamilə radyo, televizyonlarda açıq-açıq 24 saatı bizim fars dilində neçə şəbəkə var, bizim türk dilində belə şəbəkəmiz olan 24 saat özdə. Fars dilində neçə ruznamə var, bizim türk dilində belə ruznamə məcəllə olan. Fars dilində neçə mərkəzi mütalaatı stratejik var, türk dilində mütalaatı stratejik gərək olan. Fars dilində neçə otağı, bazərqani var iqtisad üçün, türk dilində də gərək olan. Bunda Azərbaycan milli fəalları təkcə siyasətdə milli fəal deyirlər. Təkcə ədəbiyyatda, təkcə musiqidə, təkcə rəqsdə, təkcə dağa çıxmaqda, təkcə hüviyyətdən danışmaqda milli fəal deyirlər. Bizim bir də milli fəallarımız iqtisaddadırlar. Xarxanaçılar, şirkətçilər, bunları tapmalıyıq, bunlara yaxınlaşmalıyıq, bunları görməliyik, bunları bir-birlərindən yaxınlaşdırmalıyıq. Bunlar əlbəttə olmaya pul bir işdir ki, bu işdə olanları bir-birinə gətirir. Təbrizin qızılçıları, Zərgərə bazarı istər-istəməz bir ittihadı var. Başmaq bazarı da eyni tay. Misgərə bazarı da eyni tay. Çünki bunların alın yazıları bir-birinə bağlıdır. Bizim karxanadarlarımız da, karxana sahiblərimiz da bu cürdür. Amma bunların
biz bunlardan nə cür fayda alaq? Biz gedib bunlardan kömək istəməliyik. Mali kömək istəməyik, əsla və getməməliyik. Biz bunlardan fikri kömək istəməliyik. Nə cür çünki onlar bir karxana əgər təşkilatlandırıblar, onu eləyə bilirlər, saxlasınlar, qabaq aparsınlar. Bir kargahı idarə edə bilər, onlar bizə deyə bilirlər ki, nə cür gedin milli hərəkətdə filan işləri görün. Beləliklə onlara yer verərik, onlara hörmət verərik, onlara şey verərik. Biz gərək girək xəbəsitə başaraq, taktiklər tapaq, stratejilər tapaq, onların üstünə gedək xəbər. Liderlər o adamlar olacaqlar ki, stratejiləri ola, cəsarətləri ola, stratejilərin icra eləməyə, bu şəraitdə rəhbər yaradacaq və bunları biz gərək mərif edək. Biz adamları xəsis olmamalıyıq mediamızda, qələmimizdə. Biz adamlar əgər bir iş görürlər, onları mərif eləməliyik, onların əksini qoymalıyıq, onları yaymalıyıq, onların fikirlərindən danışmalıyıq, onları nəqd eləməliyik. Yavaş-yavaş bu adamlar camiədə mətrəf olsunlar. Əvəzin ki, sabahları dövlətin adamı keçsin məclisə, bizim adamımız keçsin. Lazım deyək bu Azərbaycancı da Azərbaycanın canını cırır. Amma eləyə bilirik bu işi aparaq. Çox sağ olun, təşəkkür edirəm bu qismətdə mənimlə bərabər olduğunuz üçün. Bir qısa aradan sonra xəbər yazaq bölümü ilə xidmətinizdə olacağam. Buyurun.